İzahlı test 21-ci hissə 5-ci sinif ingilis dili 1, 2, 3 suala burada izah edəcəyik. 4, 5-in cavablarını siz şərhlərdə, kommentlərdə yazarsınız. Birinci sual. Choose the correct antonyms of the underlined words. Altından xətt çəkilmiş sözlərin antonimini seçin. Our classroom is large and light. Bizim sinif otağımız böyük və işıqlıdır. Large sözü böyük deməkdir. Onun antonimi hansı söz ola bilər? Nice, qəşəng, short, qısa, lovely, sevimli, small, kiçik. Large böyük, small, kiçik. Small olacaq. Light, işıqlı, onun antonimi dark, zülmət, qaranlıq. D bəndi doğru cavabdır. 2. Choose a correct WH-how question. Düzgün xüsusi sual cümləsini seçin. Why people learn English? Cümlədə köməkçi fe'l yoxdur. Buna görə biz do və yaxud da az əlavə eləməliyik. People düşüncəsinin cəmində olduğu üçün olmalıydı. Why do people learn English? When you help your mother. When you help your mother. Burada da do does'dan istifadə edilməyib. When do you help your mother olmalıydı. B bəndə səhvdir. What are the pupils writing now? What are the pupils writing now? Burada indiki davam edici zaman işlənib. A köməkçi fe'li var və mübtədadan əvvələ işlənib. C bəndi doğru cavabdır. D bəndində what kids like to eat. Burada da olmalıydı. What kids like to eat olmalıydı. What do kids like to eat olmalıydı. C bəndi doğru cavabdır. Üçüncü sual. Choose the correct article. Düzgün artikelları seçin. There are children in schoolyard. Zera cümlələrində isim təkdə olanda qeyri-müəyyən artikel işlənir. Amma burada children sözü uşaqlardır, cəmdədir. Ona görə burada artikel işlənməyəcək. Birinci tərəfdə in schoolyard. In schoolyard məktəbin həyətində in the schoolyard işlənir. Z müəyyən artikel işlənir. A bəndi doğru cavabdır. 4-5-in cavabını şərhlərdə, kommentlərdə yazarsınız. Videonu bəyənib kanala abunə olmağı unutmayın.